Hər kəsə salam, Photoshop işləyirik. Sətir və sütun üzrə hər rəqəm birdən olmalıdır. 4 sətir sütun olduğuna görə, deməli birdən 4-ə kimi rəqəm yazırıq. Onsuz da bunu şərtdə verir və buradakı böyükdür, kiçiklər bizə əlavə bir ipucudur ki, buna görə biz ədədləri rahat tapa bilərik. İndi neynik? Məsələn, burada 2 var, 2-dən kiçik biz bilirik ki, 1-dir. İndi baxırıq ki, başqa harana yerləşdirsək daha düzgün ola bilər. Məsələn, mən bura 1 yaza bilmərəm, çünki 1 heç nədən böyük deyil. 2 yazsam artıq 2-miz var. 3 yaza bilərəm, 4 yaza bilərəm. Bunu dəqiq bilmirəm, saxlayıram. Bu hissəyə baxıram. Bu hissədə fikirləşirəm, əgər bura 4 düşsə, bura 3 düşər. Bura artıq 2 yaza bilmərəm, çünki artıq orada 2 var. Ona görə bura 1 yazıram. İndi burada baxın, burada 2 olduğuna görə mən 2-ni avtomatik bura yazıram. 2-ni bura yazanda 1 də məcbur düşür bura. İndi baxırıq ki, başqa bura 2 yaza bilmərəm, çünki orada artıq 2 var. Ona görə bura 4 yazıram, burada 2 yazıram. Bu sətirdə də, yəni sütunda deyək, 3-cü sütun üzrə isə artıq çatışmayan 3-dür. Ona görə 3 yazdım. İndi bura baxıram, 4 ilə 1 çatışmır. Bilirik ki, bura 4, bura 1 düşər, çünki 4 ən böyükdür. Bura avtomatik 3 düşər. Və burada baxsaq 3 var, 2 var, 1 var. Onda bura avtomatik 4 düşür. Burada baxsaq 2 var, 1 var, 4 var, avtomatik 3 düşür. Və sütun üzrə yoxlasaq, yəni hər rəqəmdən bir dənədir. Ümumi şəkildə baxırıq ki, hər rəqəmdən sətir və sütun üzrə bir dənədir. Deməli qaydanı düz tapmışıq. Sonra nə edirik? E-miz 4-dür, üstə gəl elimiz 2-dir, vurulsun, S-imiz isə 4-dür. 6-nı 4-ə vuranda 24 olur A variantı.